Paytaxtın Suraxanı rayonunda növbəti kütləvi ağac kəsimi qeydə alınıb. Suraxanı rayon Hövsan qəsəbəsi sakinlərinin verdiyi məlumata görə İlqar Əhlimanov küçəsində Hövsan Bələdiyyəsinin binasının qarşısında həmişəyaşıl ağaclar kəsilib. Xalq Online'ın məlumatına görə həmişəyaşıl ağaclar Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulovun tapşırığına əsasən kəsilib. Kadrlardan da göründüyü kimi bələdiyyənin inzibati binasının qarşısında iri gövdəli həmişəyaşıl ağaclar olub, lakin ağaclar Seymur Rəsulovun göstərişi ilə kəsilib deyə iddia olunur. Ağac kəsimi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizliyi Xidmətinin əməkdaşları akt tərtib edərək Hövsan Bələdiyyəsinin sədri barədə hüquq mühafizə orqanlarının araşdırılması üçün sənədləri hazırlayırlar. Rəsmi məlumatlarda bildirilir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözgedən ünvanda aparılan abadlıq işləri zamanı 11 ağac qanunsuz kəsilib və nəticədə təbiətə 9840 manat məbləğində ziyan dəyib. Faktla bağlı akt tərtib olunub, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi üçün lazım işlər görülür deyə məlumatda qeyd olunur. Xatırladaq ki, paytaxtda belə hallar tez-tez baş verir. Obyekt üçün əlverişli ərazi olduğu halda ağaclar süni şəkildə qurudulub məhv olur ya da ki, kəslərə cəriməsi ödənilir və nəticədə qanunsuz tikinti aparılması üçün bəzi məmurlarla razılıq əldə olunur. Bəs maraqlıdır, Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulov ağac əkmək vəzifə borcu olduğu halda niyə həmişəyaşıl ağacları kəsilib? Bu məsələni isə artıq aidiyyatı qurumlar araşdırmalıdır. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.